Hello, kanalıma ve videoma hoş geldiniz. İlk defa gəlsinizsə mən Nigar. Bugün kanalımda yeni bir bölüme başladım. Tek olmaq ama yalnız olmamaq videosu. Açığı desem dostlar, mən bunu xarici bir YouTuber'da görmüştüm ve o kadar hoşuma geldi ki bu seriden. Dedim ki mən də çekim. Burada, bu videoda bütün günü tek vaxt keçirdəcəyik. Ama yalnız olmayacaq. Yani bence bilirsiniz ki tek olmaqla yalnız olmaq arasında dağlar qədər fərq vardır. Yəni heç yalnız olmasın dostlar. Yalnız olmaq çox pis hissdir. Ətrafınızda ən azı güvənə biləcəyiniz heç olmasa bir nəfər də olsa olmalıdır. Amma tək olmaq məncə hər kəsin haqqıdır. Bəzən insanın tək vaxt keçirməyə ehtiyacı olur. Öz daxili dünyası ilə baş-başa qalmaq üçün, öz daxili dünyasını kəşf etmək üçün. Məsələn, gedib hər hansı bir kofe shopda oturub kofe və ya çay içə bilərsiniz və orada saatlarla vaxt keçirdə bilərsiniz. Ya da hər hansı bir parka gedib özünüz üçün piknik edib kitab oxuya bilərsiniz, rəsm çəkə bilərsiniz. Ya da məsəl üçün velosiped sürməyə gedə bilərsiniz, sinemaya. Hər cürə tək vaxt keçirmək mümkündür ki, məncə bir insanın buna ehtiyacı var. Bilirəm, biraz insan çətinlik çəkir, amma zamanla öyrəşirsən və alışırsan. Amma yenə deyirəm, tək olun, amma yalnız olmayın. Bunun ikisi arasında incə bir çizgi vardır. Deməli, bugünün planını danışacağım sizlərə. Bugün çox təsadüfi bir şey oldu o gün. Crescent Mall'da keçirilən Aypara festivala mən dəvət olunmuşam. Həm çəkilişə, həm də orada əylənməyə. Yəni mən necə dəvət olundum onu da bilmirəm. Ama dəvət olunmuşam dostlar, həqiqətən şokdaydım. Neyse, bugün ora gələcəyik saat 3'də və həm əylənəcəyik, həm də bir sıra çəkilişlər aparacağıq. Əslində podruqamla gedəcəkdim ora. Sadəcə onda bir son saatda bir işi çıxdı deyə alınmadı və mən də tək gedəcəm maalesef. Gedim orada görüm tək necə çəkiliş aparacağam. Heç onu da bilmirəm, amma eləyəcəyik. Hazıram, gedirəm festivala. Belə bir tişört giyindim, böyle bir akşam var. Ayakkabı, böyle. Ve hazırım. Dostlar, geldim Crescent Mall'a, açılıb kime yaxınlaşacağım, ne edeceğim hiç bir fikrim yoktu. Şu an o kadar anksiyetem qalxdı ki, ne edeceğim. Neyse. Cem görüm yeniden. Dostlar, festivaldayım. Deməli, mən istəyirəm ki, çəkilsin bu oyunlardan oynayam da. Amma ki, siz anksiyetə qalxır. Özüm deyirəm ki, anksiyetəli olmayır, amma özümün anksiyetəsi qalxdı. Of, nə edəcəm bilmirəm. Allahım yetər. Dostlar, biraz çəkilişlərimi demək olar bitirdim. Biraz da axşam keçəcəm bu festivalla bağlı. İndi sözümü moç aldım, belə gedirəm. Demək aldığım moçu bir bubblegumlıdır. Bir də bu mangolu. Məncə tam yayın dadıdır. Yerəm oturam, biraz ayaqlarım ağrıdı. Moçini bir dəfə sınamışdım, amma deyəsən qışda sınamışdım deyə o qədər də çox sevməmişdim. Çünki çox soyuq idi. İndi yayda sınayacağım görüm, bu dəfə sevəcəm. Soğuktum. Ama da dadım. Ay da sevdim ben bunu. Bu yay yiyeceğiydi. Ben bunu kışta almıştım. Daha buz tutmuştum. Abi Fantam Show'sunda niye bu mahnı?
özümə panik axtarım. Yəni sizin dostlar tapa bilmirəm. Qəşəng zövqüm uyğunum. Pintiyə baxdım mən, amma pek qəşəng gəlmədi gözümə. Evə gəldim və filmə baxıram. Özümə film keyf edirəm. Baxdığım kino bu arada Seven kinosudur. Çox məşhur kinodur. Ona baxıram. Baxıb sizlərlə hissimi bölüşəcəm. Dostlar, filmimi bitirdim. Maraqlı film idi. Yəni detektiv filmi idi. Əgər detektiv, aksiyon falan bu tip filmləri sevirsə, məncə sevəcəksiniz. Yəni mən wow deyildi, amma maraqlı idi, qəşəng idi. Öz aktyorlar da yaxşı aktyorlardı. Mənim fav aktyorlarımdan idi. Sevdim. Onaylandı. Siz də baxın. Bugünkü vlogumun da sonuna gəldim dostlar. Bugün tək olduq, amma yalnız olmadıq. Yəni tək bir vaxt keçirdik özümüzdən. Həqiqətən inarsınız, naşnik belə taxmadım qulağıma ki, sadəcə öz düşüncələrimlə yəni öz düşüncələrim, öz beynimlə bir yerdə vaxt keçirdim. Yəni məncə insan ara sıra bunu etməlidir. Bunu da sizə şiddətlə tövsiyə eləyirəm. Amma çalışın bunu bir vərdişə çevirməyin. Çünki vərdişə çevirsə artıq bu tək olmaq yox, çevriləcək yalnız qalmağa və zamanla həyatda yalnız olmağa başlayacaqsınız ki, bu da yaxşı bir şey deyil. Özünüzü sevin, özünüzə dəyər verin. Unutmayın ki, sevilirsiniz. Kanalıma abunə olmağı unutmayın. Əgər bu videonu bəyəndiysəz, bunun kimi videolar davamı gəlməsini istəyirsinizsə, yorumlara bildirməyi də unutmayın.